Herkese salam, kanalımıza xoş gəlmisiniz. Siz də əgər evdə şərbətsiz, çox dadlı, kövrək, Soçi paxlavası hazırlamaq istəyirsinizsə, videonu sona qədər diqqətlə izləyin. Keçək hazırlamasına. Paxlavanı xəmirini hazırlayacağım qaba 4 stəkan un əlavə edirəm və soyuq halda olan 250 qram kərə yağını süzgəcdən keçirdirəm. Yağı rəndələyib unla yaxşıca umac edirəm və üzərinə bir çimdik duz əlavə edirəm. Qarışdırıb ortasından bir çukur açıram. Başqa bir qabda 200 qram xama götürmüşəm. Üzərinə 4 yumurtanın sarısı, 1 çay qaşığı soda və bir bağlama vanilin əlavə edib, birlikdə bunları yaxşıca qarışdırıb, xəmirin içərisinə əlavə edirəm. Əvvəlcə spatula ilə, sonra isə əlimlə yaxşıca xəmir yoğururam. Xəmiri yoğurduqdan sonra 3 hissəyə ayırıram. 2 hissəni böyük götürürəm. Bir hissəni isə, orta kündəni isə biraz kiçik götürürəm. Soçi paxlavasında 3 yuxadan olur. 2 kündə böyük götürülür, bir kündə isə orta kündə kiçik. Xəmiri yaxşı kündələdikdən sonra üzərinə salafan keçirdib, içlik hazırlayana qədər soyuducuda gözlədirəm. Keçirəm içliyi hazırlamağa. İçlik üçün 4 yumurtanın ağını götürmüşəm. Mikserlə yaxşıca ağarana qədər qarışdırıram və üzərinə 2 stəkan şəkər tozunu hissə-hissə əlavə edərək qarışdırıram. Şəkərlə yumurta ağını yaxşıca qarışdırdıqdan sonra üzərinə xırdalanmış 400 qram qoz ləpəsi əlavə edirəm. Qeyd edim ki, qoz ləpəsini biraz iri halda xırdalamaq lazımdır. Mən ləpə çəkənin iri gözündən keçirtmişəm. Siz istəsəniz bıçaqla da doğraya bilərsiniz. Yaxşıca qarışdırdıqdan sonra içliyi 2 hissəyə bölürəm. Və keçirəm kündələri yaymağa. Mən dördkünc listə hazırladığım üçün xəmiri də dördkünc formada yayıram. İlk böyük kündədən başlayıram. Listin içərisində əvvəlcədən kərə yağı ilə yaxşıca hər tərəfini yağlayıram. Və yaydığım yuxanı listin içərisinə yaxşıca yerləşdirirəm. İçliyin bir hissəsini yuxanın üzərinə yaxşıca yayıram. Keçirəm ikinci kündəni yaymağa. Yəni orta yuxanın kiçik kündəni yaymağa. Eyni qayda ilə yayıb üzərindən yerləşdirirəm. Yaxşıca hər tərəfini düzəldib, qalan içliyi də yuxanın üzərinə əlavə edib, hər tərəfindən yaxşıca yayıram. Üçüncü, sonuncu kündəni də yayıb paxlavanın üzərinə yerləşdirirəm. Yaxşıca üzərini düzləşdirib, qıraqlarından çıxan hissələri isə kəsib düzləşdirirəm. Üzərini də yaxşıca düzləşdirdikdən sonra keçirəm bıçaqla kəsiklər atmağa. Öncə qıraqlarından bu cür nazik kəsiklər atıram və sonra isə paxlavaları hissələrə bölürəm. Qeyd edim ki, paxlavanı kəsmirəm, sadəcə olaraq üzərindən bıçaqla keçirəm.
Sobayı yerləşdirdikdən sonra, artıq 10-15 dəqiqə bişirdikdən sonra çıxardıb paxlavaları tam şəkildə kəsirəm. Əgər əvvəlcədən kəsib sobaya yerləşdirsə, o zaman bişən zaman içlik üzərinə çıxır. Paxlavanın üzərinə çəkmək üçün bir yumurtanın sarısı və bir yemək qaşığı duru yağ götürmüşəm. Yaxşıca qarışdırıb paxlavanın üzərinə çəkirəm və paxlavanın üzərinə qoz ləpəsi yerləşdirirəm. Hazır olan paxlavanı əvvəlcədən qızdırılmış 200 dərəcəli sobada bişirməyə aparıram. Bayaq da dediyim kimi bir 10 dəqiqə bişdikdən sonra sobadan çıxardıb kəsiklərin üzərindən artıq paxlavanı tam kəsirəm və yenidən sobaya yerləşdirib sona qədər bişirirəm. Gördüyünüz kimi paxlavamız artıq bişib hazırdır. Soyuyandan sonra servis qabına düzürəm. Qeyd edim ki, bu paxlava çox dadlı, çox kövrək, çox ləzzətli bir paxlava alınır. Siz də əgər hələ də hazırlamamışsınızsa, mütləq bir dəfə də olsa bu paxlavadan hazırlayın. Qeyd edim ki, şərbət əlavə olunmur bu paxlavaya. Bildiyiniz kimi, çox şəkərli də zərərlidir. Yetərincə də şəkər var tərkibində. Bildiyiniz kimi, qarşıdan da gözəl bayramlarımız gəlir. Siz də mütləq bu üsulla hazırlayın, nuş edin. Videom əgər xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün çox təşəkkür edirəm.